Salam, vaxtınız xeyir olsun değerli YouTube izləyiciləri. Bu günə çəkib tədbirimiz mənzilimiz Xırdalan şəhərində, tam mərkəzdə, Heydər Parkında piyada məsafə Təzəbazarın düz yaxın məhəllində yerləşir, məsafəsində yerləşir. 2 və 9 nömrəli məktəblərə, 3 nömrəli məktəblərə də yaxın düşür. Değerli izləyicilər, mənzilimiz Radnoy bir otağın 2 otaq düzəlməsidir, Leningrad proyektdir. 5 mərtəbəli binanın 1-ci mərtəbəsinə sizə çəkib təqdim edirəm çəkilişimizi. Değerli izləyicilər, padvalı qupqurudur, 6 obyekt etmək olar. Şəxsi şəxsi təmin edilmiş bir mənzildir. Gördüyünüz kimi değerli izləyicilərimiz, mətbəx və belə hamısı təzədir. Gördüyünüz kimi qalacaq evdə bu kondisioneri qalacaq qonotağındakı. Radnoy bir otaq 2 otaq düzəlməsidir. Bura oldu mənzilimizin dəhlizi. Gördüyünüz kimi belə bir dəhlizi var. Dəhlizdə olan şkaf qalacaq. Gənc ailələr üçün alıb kira vermək üçün çox gözəl bir variantdır. Hal-hazırda bugünkü gündə 350 manata rahat kira vermək olur. Bu mənzili değerli izləyicilər. Xırdalan şəhərin tam mərkəzidir. 535 nömrəli marşrut dayanıcağı 109 nömrəli marşrut dayanacağının yanıdır. Değerli izləyicilərimiz. Yəni Heydər Parkından piyada 3 dəqiqəlik məsafə. Təzəbazarın düz yanı. Bura oldu mənzilimizin yataq otağı. Gördüyünüz bu şkaflar da qalacaq. Əvvəllər bura mətbəx olub. Mətbəx evdən çıxardığı üçün hal-hazırda yataq otağıdır. Kupçalıdır, ipotekaya yararlıdır. Leningrad proyektli bir mənzildir. Gördüyünüz kimi belə bir eyvanı var. Mətbəx eyvanda quraşdırılıb. Qiymətini şərh bölməsinə gedəcəm. Real alıcıya ev baxışdan sonra endirim olacaq. Bu günlük bu qədər. Sağ olun değerli izləyicilər.